Və bir də əlbəttə ki, ailə mühitinin uşağın inkişafına təsir etdiyi digər amillər də var və burada da potensialın üzə çıxarılması kimi məqamlar da var. Hansı baxımdan təsir edə bilir uşağın potensialının üzə çıxarılmasına ailə mühiti? Hər bir uşağın müəyyən bir sahədə, hər bir insanın ümumiyyətlə bir bacarığı, bir qabiliyyəti, daha çox səriştəli olduğu bir istiqamət var. Amma bunun üzə çıxması üçün ən əlverişli mühit də ailədir. Çünki burada fərdi qayğını aldığı üçün uşaqlar fərdi, psixoloji xüsusiyyətlər üzə çıxır. Kollektiv qayğıda uşaqlara yanaşma da kollektivdir və ümumi bacarıqlar aşılanır. Orada hansısa uşaq fərdi xüsusiyyətlərini bir üzə verə bilmir deyə potensiallarının üzə çıxarılması ehtimalı da hardasa arxa plana keçir. Bəli, orada da üzə çıxma ehtimalı var, amma ailədə olan inkişafla müəssisədə yaşayan bir uşağın öz potensialını üzə çıxarması arasında böyük fərq var. Çünki uşaqlarda elementar deyək ki, maliyyə bacarığıdır, özünü ailənin bir üzvü olaraq qəbul edən uşaqlar gələcəkdə də ailə nə olduğunu anlayırlar və ailə mühitinə tam uyğunlaşmış olurlar, ailə daxili qaydalar olsun və s. olsun. Yəni bu mühitdə uşaqlar fərdi psixoloji xüsusiyyətlərini daha rahat üzə çıxarırlar, mən obrazlarını tanımış olurlar. İlk öncə özləri tanımalıdırlar ki, bunu bir üzə versinlər və öz xüsusiyyətlərini, mən nəyi sevirəm, nəyi sevmirəm, nəyi eləyə bilərəm, nəyi eləyə bilmirəm. Müəssisədə bu qaydalar ümumi olur və hər bir uşaqların hamısının ümumi rejimləri olur, qrafikləri olur. Amma ailədə də bu rejim qrafik olur, amma fərdi qayğıda həyata keçirilir. Və bu mənada uşaqların da müəyyən potensiallarının üzə çıxarılması ehtimalları artır və qeyd eləmək lazımdır ki, o bayaq da qeyd elədim, bu müxtəlif xidmətlər sahəsində uşaqlar da hansısa bir mütəxəssislər işlədikdə onların inkişaf ehtiyaclarına uyğun olaraq eyni zamanda ailə dəstəyi ilə bu müəyyən bacarıqların üzə çıxarılması daha da dəstəkləmək mümkündür. Həm də cəmiyyət inteqrasiyalarına böyük təkan vermiş olur, elədirmi?